Hanskos profili ilə tanınan məşhur hərbi bloger Xocavənd rayonunun Ağoğlan qəsəbəsindən paylaşım edib. Turkistan Az-Oxu Az-a istinadən məlumat verir ki, görüntülərdə qəsəbədəki evlərdən birinin divarından Böyük Ermənistana aparan tuneli görmək mümkündür. Düşmən zabiti tərəfindən qazılmış bu sığınacağın girişi pianino ilə bağlanmışdı. Tunel mina və partlamamış sursatdan təmizlənən vaxt aşkarlanıb. Erməni revanşistlərin hərbi əməliyyatları bərpa etmək çağırışları fonunda Ermənistan silahlı qüvvələri Naxçıvanla şərti sərhədə yeni bölmələr yerləşdirib. Britaniyanın özəl şirkətinin təyyarəsi Ermənistan və Azərbaycanın hava limanlarında növbə ilə texniki uçuşlar həyata keçirib. Bu haqda Sputnik Ermənistan məlumat paylaşıb. Flikt Radar 24 uçuş izləmə xidmətinin xəbərinə əsasən martın sonunda İrəvan və Qarakəsə səmasında dövr vuran Beijing Air 350 təyyarəsi görünüb. Sonralar təyyarə Tiflisə, oradan Gəncəyə və Cənuba Qarabağ ərazisinə doğru uçub və orada da uzun müddət havada dövrə vurub. Təyyarə Böyük Britaniyanın Bormuz şəhərində yerləşən Flikt Pegasus özəl şirkətinə məxsusdur. Şirkət bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB yaxın şərq və uzaq şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları bildirilir, məlumatda qeyd edilib. Öz tərəfimizdən əlavə edirik ki, hazırda Qarakəsə hava limanı hərbi aerodrom kimi fəaliyyət göstərir. Baxmayaraq ki, onun mülki uçuşlar üçün də yenidən işə salınması planlaşdırılır. Onu da bildirək ki, Qarabağda olan təyyarə Azərbaycanın yeni inşa etdiyi Laçın hava limanı ərazisində texniki uçuşlar həyata keçirilmiş. Qeyri-rəsmi məlumata görə oraya enən uçan ilk təyyarə olub. Aprelin əvvəlində Azərbaycana uçan təyyarə Tiflis vasitəsilə Ermənistana qayıdıb. O, Qarakəsə və Qafan hava limanları ərazisində uçub. Sonra Avropaya doğru istiqamət alıb, nəşr bildirib.